Bildiyiniz kimi, gələn günlərdə İranda məclis seçimləri gerçəkləşəcək və İran İslam Cumhuriyyəti çalışır ki, hər bir vasitə ilə cəmaəti aldadıb və öz seçim sandıqlarına yaxınlaşsın və cəmaətin iştirakını orada çoxaltsın. Amma durum çox fərqli bir durumdur. Yəni, geçən 40 ildə İran İslam Cumhuriyeti çalışıbdır ki, tamam seçimləri bir türlü mühəndislik etsin ki, orada istədiyi kimi xalqa aldadıb və meydana gətirsin. Amma geçən 40 ildə heç zaman bir denetim, bir kontrol, bir nəzarət deyək, seçimin sayılarına olmayıb ki, kim nə qədər səs gətirdi, kim gətirmədi, kim seçildi, kim seçilmədi. Baxmayaraq ki, bu seçilənlər, yəni deyək, bu farsça deyil, nəzarət istisbabıdan geçən adamlar İran rejiminin öz adamlarıdırlar. Yəni kimsə hətta bir kuşkulu bir adam, bir şəkkili bir adam imkanı yoxdur ki, izni versinlər, gəlsinlər bu seçimlərdə seçilsin. Amma baxmayaraq bu nəzarət istisbabı, yəni bu kontrol olmuş nəzarətdən sonra kandidlər və adaylara səs verilmə məsələsində hər zaman mühəndislik olub və necə istəyiblər, həm məclis seçimlərində və həm də Cumhur reisi seçimlərində bu müdaxilə ediblər və orada o mühəndislik deyək, yəni istədiklərini yürütməyə çalışıblar və onu da ediblər. Ən sonunda bildiyiniz kimi 1388-ci ildə reis cumhur seçimlərində idi ki, Musavi ilə Əhmədinəcadın rəqabətində belə bir oyunbazlıqlarından dolayı meydana belə yaşıl hərəkatı deyə bir hərəkət çıxdı. Əlbəttə orada xalqın müdaxiləsi və xalqın etirazları da bir fürsət tapdı ki, yəni rejimi püskürtsün və geniş bir etirazlar meydana çıxdı. İndi şərait çox fərqli bir durumda. Əlbəttə zaman keçdikcə bunu bilməliyik ki, zaman keçdikcə durum mürəkkəbləşmiş və İran rejiminin seçim siyasətləri də cəmaəti aldatmaq, meydana gətirmək üçün əlbəttə ki, mürəkkəbləşmişdir. Buna çox ciddicə baxmalıyıq. Son zamanlarda etirazlar, yəni son illərdə etirazlar İran rejiminə çox genişmişdir. Yəni 96-cı ildə və ən sonunda bu aban ayında 98-ci ildə geniş etirazlar İranın 100 şəhərində və o cümlədən Azərbaycan şəhərlərində və hətta həyatını itirən insanlar tamam İrandan 1500 nəfər və o cümlədən türklərin içində də həyatını itirənlər bu mücadilədə rejimin qarşısında rejimi çox ciddicə sıxıntıya qoydu. Bir tərəfdən də indi xaricdən bu təhrimlər, yaptırımlar İran rejimini sıxıntıya qoymuşdur. İranın xarici ticarətində çox ciddicə bir negativ gəlişmə var. Məsələn, İran Türkiyə ilə çox geniş vasitədə ticarət içindədir. 50%, %50 bu ticarət əskilmişdir. Hindistanla və Avropa ilə %90 ticarət əskilmişdir. Çin ilə ki, ən yaxın ticari əlaqələri vardı, %35 əskilmişdir. Yəni, İran iqtisadi cəhətdən də sıxıntı altında və təbiətən bu yaptırımlar və bu vəziyyət İranı siyasi və mali iqtisadi cəhətdən yoxsulluğun şiddətindən və genişməsinə səbəb olub və xalq etirazlarını meydana gətirəcəkdir. İndi bu seçimlər bu ərəfədə keçirməkdədir, ən son seçim. Ən mühüm siyasət ki, götürülüb, yəni aydın götürülüb siyasətdir. Yəni, dünənə qədər, yəni geçən seçimlərə qədər İranda bir rəqabət deyə, islah tələblər və usulgəralar, mühafizəkarlar və reformistlər arasında bir rəqabət deyə bir ortam var. Bu ortamda bəzi kəsimlər bir ümid bəsləməklə islah tələblərə rəy vermə və səs verməklə İran rejiminin içində təzadlı salma və bu hərəkatından bəhrə almaq kimi İranda bir dəyişiklik olsun, İran rejimi içindən dəyişiklik olsun, ona inanırdılar. Amma
Bu etirazlardan sonra və xalq etirazlarının içində çıxan şüarlarda nə islah tələb, nə sulgera, yəni həm mühafizəkarları və həm reformistləri rədd edib və bu durumda seçimlər ortaya gəlmişdir və rejim bu vəziyyətin qarşısında 14.000 kandid ki meydanda vardı. Bu 14.000 kandidin içindən 6.800'ünü tamamıyla bu islah tələb diye reformistləri silip süpürmüştür. Hatta öz içində belə usulgeraların içində bəziləri ki etirazı səslərdə, bəzən belə uyğun olmayan səslərdə məclisə çıxardılar. Onları da həsf etmiş. O cümlədən məsələn Qazipur diye. Onları da həsf etmişdir listlərindən. Yəni bir formu, bir modelde, bir kəsimi geniş vasitədə məclisə gətirib və məclisdə etiraz səsinin qaldıran və ya təzad və ya rəqabət mövzusunu məclis içində qaldırmaq istəyir. Niçin? Əgərsə məclis içində səs qalxırsa, etiraz səsləri və ya təzadlar o eləyə bilər cəmaətin hərəkatına, xalqın mübarizə mətninə müntəqil olsun və İranda xalqlar o təzaddan istifadə eləsin. Ona görə bu siyasəti götürüblər ki, bu seçimlərdə mütləq yalnız islah tələblər yox, usulgeralar meydana gəlməlidirlər və hamı birgə təhrim siyasətindədir. Hətta mərkəzdə ki, dünənə qədər bölünür bir seri, yani usulgera islah tələblərə rəy versinlər və təbiətən o rejimi istəyənlər usulgeralara, amma indi hətta usulgeralar özləri də həsf olmağına baxmayaraq, yəni həsf olmaqlarına görə təhrim siyasətindədirlər. Təhrim siyasəti İranın tamam bürümüş və mərkəzdə sağ, sol, qeyri-farz xalqların hərəkatının hamısı hərəkatı, yəni İran rejiminin seçimləri ki, gələcək günlərdədir, yəni sabah yox biri gün olacaqdır, onu təhrim, boykot qoyma siyasət aparılıb. Tamamilə boykotdur. Bu meydanda, bu arada birdən-birə bizim Azərbaycan və Türk qrupların içində birdən-birə bəzi qruplar və bəzi şəxsiyyətlər meydana gəlirlər ki, Azərbaycan qərbidə biz İran rejiminin seçkilərinə xalqımızı qatıraq və dəvət edirlər və güya bunlar bu mənada dəvət edirlər ki, bizim xalqımız orada getsin, səs versin və Türk kökənli nümayəndələr Urmiyyədən də, xüsusən Urmiyyədən getsinlər məclisə və bu vasitə ilə göstərilsin ki, burada Türk xalqı həyat yaşayır. Çox təəssüflə bunu bəzi millətçi ya milliyyətçi qruplar və bəzi şəxsiyyətlərimiz də içəridə faal şəxsiyyətlərimiz də təəssüflə sayğılı insanlar və şəxsiyyətlərimiz də bu fikrə qatışırlar. Əlbəttə bir proqramda gördüm ki, bir partiya, xaricdə olan bir partiya o şəxsiyyətlərin adını çəkir ki, güya onlar da bu təhrimə, yəni bu siyasətə ki, Urmiyyədə və Qərbi Azərbaycanda seçkilərə qatılıq deyə, yəni İran rejiminin seçkilərinə məşruiyyət verək Qərbi Azərbaycanda bu siyasətə qatılırlar. Diqqət edin ki, bu siyasətin içində çox dərin yanlışlıqlar var. Birincisi, bu siyasət, yəni Qərbi Azərbaycanda xalqımızı seçkilərə dəvət etmə, orada Türk kökənlilərə səs versin deyə xalqımızı İran rejimi qarşısında şübhəyə salmaq. Ki, güya İran rejiminin seçkilərində xalq öz nümayəndələrin seçə bilər deyə meydana gələcəklər. Xalqımıza nə deyirlər? Seçkilərdə iştirak edin. İştirak edək, kimə səs verək? Türklərə səs verək. Yəni İran rejiminin seçkilərinə, yəni Türk xalqına qarşı bir daxili istimar rejimini, bir faşist rejimini, ən dünyada geri qalmış rejimin siyasətlərinə Qərbi Azərbaycanda bunlar məşruiyyət qazandırmaq istəyirlər. Güya deyirlər ki, bu seçkilərdə əgər gəlsə xalqımız səs versə, bu səsləri rejim sayacaqdır və ciddi alacaqdır. Yəni, bunlar bu siyasətlərinə deyirlər ki, İslam Cumhuriyəti'nin seçkiləri düzgün geçibdir. Güya seçkilərdə iştirak etsək və səs versək, onda bunlar bizim adamlarımız gələcək və kimsə bura müdaxilə eləyə bilməz. Baxmayaraq ki, İslam Cumhuriyəti'nin siyasət seçimlərində heç birində belə bəlli deyil ki, kim kimə səs verib və nə qədər səs verib.
Nümunə olaraq başlanğıc sözümün başlanğıcı dedim. Əhmədinecad dövrəsi qurtarandan sonra sıxıntı altında qalanda və təhqir, ihanət olana məruz qalanda sonra elan etdi ki 6 milyon səsin artırmışlar ki Musəviyin qarşısında yani deyək bu şeyi götürsün. Yani bu aparmıştır, utmuştur seçimi. Yani Əhmədinecada 6 milyon səs artırmışlar ki seçkilərdə qazandırsın. Nəcür artırmışlar? Özləri artırmışlar. Əhmədinecad özü orada yazır öz səhifəsində. Bu ne demek yani? O qaba Cumhur Rəisi Başkanı Tehranda bu etirazların qarşısında götdülər və istədiklərini qoydular və Əhmədinecad elədilər. İndi bizim bu dostlarımız, yəni üzeysel siyasette düşen ve siyasi təcrübələri olmadan gəliblər və orada Qərbi Azərbaycanda bizim xalqımızı İran rejiminin seçkilərinə məşruiyyət qazandırmaq üçün dəvət edilər iştirakçı şirkətləsinə. Sən nə bilirsən ki, kim, hara və kimə səs verdi? Əcəba rejim İranda, Qərbi Azərbaycanda və Urmiyədə bir Kürd nümayəndəsi seçmək istərsə, sən qarşısını ala bilərsənmi bu dəvətlə? Sən bu siyasətdən yalnız bizim xalqımızın zehniyyətində şübhə yaradarsan ki, güya İslam Cumhuriyeti onun kənarındadır, onun İslam Cumhuriyetinin seçkisində o öz nümayəndəsini seçə bilər deyə onu dəvət edirsən seçimə. Və bu çox böyük bir yanlış bir siyasətdir ki, bizim xalqımızı bir faşisti, bir dini hakimiyyət, ondan mühümmi bir daxili istimari siyasət aparan İslam rejim cumhuriyetine şübhə yaradırsan. Ondan sonra Kürtlər deyirlər ki, təbliğat, intihabı, seçimlərə təbliğat aparırlar. Ama Kürtlər Urmiyenin bir bölümüdür, yaşayırlar Kürtlər orada. Kürtlər deyik, ermənilər olsun, kəlimlər olsun, məsihlər olsun, hər kim varsa varıb, hər azınlıq Azərbaycanda öz haqqından istifadə etməlidir. Nümayəndə üstü seçim kandid olmalıdır. Yani bizim gələcək Azərbaycan devletinde Kürtlər kandid olmayacaq mı o məclisə? Ermənilər veya kəlimilər veya hər şey Farslar, Azərbaycanda yaşayan Farslar nümayəndə olmayacaq mı ora? Yani bu nə siyasətdir? Kürtlərin haqqı yoxdur, məclisə kandid olsunlar. Bu bir ırqçı bir siyasətdir. Yani bu siyaseti götürsəz əsasən, yani İran rejiminin əmələn İran rejiminin siyasətinin yanında durursan, bu siyasətlə Azərbaycan hərəkatı, Türk Milli Demokratik hərəkatından Kürd hərəkatının bir-birinin qarşısına qoyub savaşdırırsan və əmələn bundan İran rejimi bəhrəmənd olur, istifadə edir. Bizim siyasətimiz, yani Türk Milli Demokratik hərəkatının siyasəti İslam Cumhuriyeti onun düşmənidir. Hiçbir şey eləyə bilməz gəlsin İslam Cumhuriyetinin qarşısına. Bir dənə siyasət Kürtlərin qarşısında götürürsünüz ki, əmələn bu siyasətdə İran İslam Cumhuriyetinin nəfi tamam olur. Çıxırıq Kürtlərin Urmiyedə savaşına. Biz Kürtlərlə intiqadi bir ittifaqda olmamız zərurətdir. Çünkü bizim əsli mücadiləmiz İran İslam Cumhuriyeti iləndir. Ne yalnız Kürtlər deyil, başka qeyri-fars xalqlarla birinci derecede ve sonra mərkəzdə olan demokrat veya neymi-demokrat girayişlərlə yaxınlamaq ve bir güc əldə etməkdir. Bizim xalqımızı, əgər benim sözüm bu partiyalar ve bu şəxsiyyətlərə budur, eğer siz fikr edirsiniz ki, bizim xalqımız sizin sözünüzə baxıb gəlib səs verəcəklər, o gücüzü xalqımızın hərəkatının güclənməsinə istifadə edin. İran rejiminin seçimlərinin məşruiyyətinə yox. Ama bakın bir daha size bir amar verim ki, bu siyaset ne kadar yanlış ve ne kadar varidatı bir siyasettir. Mən getdim geçen 40 ildə baxdım ki, Urmiye'dən seçkilər nə cür olubdur. Urmiye'dən geçen 40 ildə 15 nəfər nümayəndə gedib məclisə. Bəzi təbiətən bəziləri 2 dövrə, bəziləri 3 dövrə və fərqli dövrələr qalıblar. 15 adam seçilib. Bu 15 nəfərin içində bir Kürd nümayəndəsi var. Yəni nə demək o? Cəmaət gediblər, Kürtlər gediblər, bəlkə Kürtlərə veriblər normal olaraq və Türklər gediblər, Türklərə veriblər. Nümayəndələr 40 ilin içində hamısı Türk olublar. Və bir dənə də o işədə Kürd çıxıb. Amma hər zaman, nə zaman o Kürd çıxıb? İslah tələblər meydanda olanda və çoxunluq gətirdilər və məclisdə əksəriyyəti görəndə orada Kürd-Türk Fars məsələsi deyildi. İslah tələb və usulgeraların arasında xalq seçim yapırdı. Bu seçimdə
Yəni bir dənə islah tələb kürdə səs verilib və o gedib məclisə. Burada bir acayip bir şey yoxdur. Belə bir qorxuncu siyasətçi ki, bu Urumiyəni gəlib, alıb, basıb, aparıb filan eləyirlər. Teröristlər gəldilər, teröristlər getdilər. Nə olubdu? Geçən 40 ildə xalq öz məclisi, yəni istər-istəməz normal halda nümayəndəsini göndərib və nümayəndə də hər zaman türklərdən olmuşdur orada, ümumiyyətlə, 40 ildə. İndi bu siyaset nedir ki biz bir korku yaratmaqla cemaatimizi İran İslam Cumhuriyeti'nin sandıklarına çəkək və İran İslam Cumhuriyeti'nin seçimlerini məşruiyyət qazandıraq. Böyük bir sual yeri burada yok mu? Necə yəni bu rejimin seçimlerini məşruiyyət qazandırırıq? Bu gəlsələ sən hardan bilirsən ki bunun rəyin səsini sayacaq, saymayacaq, ciddiyə alacaq, ciddiyə almayacaqdır? Ama ben burada aşkarca bir şeye işaret edeyim. İran bizim nasyonalistlerimiz, ifrati nasyonalistlerimiz Türkiye hakimiyetinin təsiri etkisi alan, ələlxüsus MHP'nin Türkiye'de təsir altında olan insanlarımız bu siyaseti Türkiye'den kopu götürüp getiripler burada emal edirlər. Türkiye'nin hakimiyeti, aziz dostlarım, təəssüflər olsun. Orada bir xalqımızın bir devleti var. Ama o devletin hakimiyeti bir şovinist hakimiyettir. İran devleti ile o devletin xalqlara karşı, qeyri-hakim xalqlara karşı siyaseti həməndir. Türkiye'de qeyri-türk xalqlar ve İran'da da qeyri-fars xalqların haqları tapdalanmaqdadır. İndi biz Türkiye'de bu hakimiyet, şovinist hakimiyetin siyasetlerin ki antagonisti rəftarı kütlərlə bu siyaseti oradan götürüp, getirip kopusunu götürsək İran'a ne olur? Yani Türk harekatı Kürt harekatına düşman mövqeyində duracaqdır. Düşman mövqeyində durdu ne olacaktır? Əmələn rejime bu fürsət verecek ki, bu xusumət ve bu düşmənçiliği bizim aramızdan fürsətlə istifadə edib ve hakimiyetin devam ettirsin. Ve hatta bizim xalqımıza göstersin ki, mən sizin əmniyyətinizi ve güvənliyinizi təmin edirəm. Ona göre bu siyaset, yani çok acayip bir durum var burada. Bizim bu milletçilerimiz ve MHP'nin MHP inancında olan adamlarımız deyir, Türkiye'de şovinisti ideolojiyle götürüp gelip İran'da şovinizm hakimiyetiyle mücadele etmek istəyirlər. Yanlış. Yanlış. Türkiye'de de bu yanlış esasen. Türkiye'de de hakimiyet, demokratikleşme ve orada da xalqlar öz haqlarına çatmalıdırlar. O Türkiye'de milli haqları, başka xalq demokratikleşme ve milli haqların əldə olması İran'da xalqların ve o cümleden Türk xalqının milli haqlarını əldə olmasına yardım ve köməkçi olacaktır. Ona göre Türkiye'de şovinist düşünce ve şovinist hakimiyetin değişilmesi ve bir demokratik hakimiyet orada iş üstüne gelmesi Türk xalqının İran'da da mənafeyini təmin edir. Ona göre mən düşünürəm ki İran'da xalqımız, Türk xalqı başka xalqlarla beraber İran'da İran rejiminin seçkilerinin məşruiyyətini heç zaman kabul etmeyip ve onu boykot ve təhrim edir. Ve orada sandıklara getməməli, sandıkları təhrim etməli ve onlardan uzak durmalıdır. Bizim başımızın, xalqımızın başının belası, hərəkatımızın gəlişməməsi, şərait geçen 40 ildə ve geçen 100 ildə şəraitimizə yaraldan bəla, başımıza bəla olan Şah rejimi ve bugün İran İslam Cumhuriyeti rejimidir. Necə ola bilər ki bizim insanlarımız düşünürlər ki İran İslam rejiminin seçimlerine ki dünyanın en çirkin, en yalancı, en oyunbazçılık ve mühendisliği olmuş bir seçimdir. Ona onaylasın ve desinler cemaatimizi o seçimlere dəvət etsinlər. Böyük yanlış bir siyasettir. Ve biz çok ciddi olmalıyıq. Bizim harekatımız İran rejiminin siyasetlerine katılmağının yani yolun alabilmez. Bizim siyasetimiz xalqımızın güclənməsi, harekatımızın güclənməsi ve o vasıtayla öz vətənimizi qorumağınla imkanpəzirdir. İmkanı vardır. Ona göre biz harekatımızın genişməsinə, güclənməsinə, müstəqil güclənməsinə düşünməliyik. Fikir eləyin ki burada bu seçimlerde o yan ya bu yan oldu. Ne olacak? Sabahları mesela bu Hizbullahlar şimdi İran rejimine məclisə gedirlər. Bunlar gəlib bizim xalqımızı qoruyacaklar mı? Ona göre biz harekatımızın müstəqil gücünün qorumasına, müstəqil gücünün yaranmasına ve müstəqil siyaset aparmasına inanırıq ve İran rejiminin muhaliflerinin yanında xüsusən demokrat
və milli haqlara inanan güclərin yanında durmalı və o mücadiləni dərindən və geniş vasitədə aparmaqla biz xalqımızın haqqını əldə edə bilərik. Bu vasitə ilə biz ciddi olmalıyıq. Bu seçimlərdə boykotu çox geniş vasitədə xalqımız getməməlidir sandıqlara, təhrim etməlidir və şəraiti İran rejiminin devrilməsinə və dəyişilməsinə uyğunlaşdırmalıdır. Məni dinlədiyiniz üçün çox təşəkkür edirəm.